Köməklik istəyirəm ki, kömək eləsinlər. Kömək eləsinlər ki, balalarımı vaxtında müalicəsini eləyim. İndi kimin nəyə imkanı çatırsa, dəstək olurlar, balalarımın iynə dərmanlarını alıram. Fonda müraciət eləmişəm, səhiyyəyə müraciət eləmişəm, yəni burada yoxdur. Deyir, müalicəsi burada yoxdur. Üzümü xalqıma tutub, xalqımdan köməklik istəyirəm ki, xalqım mənə köməklik eləsin. Bir tərəfdən kiraya pulum, bir tərəfdən uşaqların iynə dərmanı çatdıra bilmirəm. Ona görə kömək istəyirəm. Nəyə imkan yetərsə köməklik olunsun ki, mən də balalarımı vaxtında müalicəsini eləyim. Tək arzum balalarım böyüksün. Budur, kömək istəyirəm. Hər birinizdən dəstək istəyirəm ki, mənim balalarıma dəstək olub köməklik eləsinlər. İmkanlı şəxslərdən, xanımlardan, qardaşlarımdan köməklik istəyirəm. Bacılarımdan köməklik istəyirəm ki, dəstək olub mənə kömək eləsinlər. Bu 10 illik göz yaşı axıdıram. Mənə dəstək olub mənim bu göz yaşlarımı qurutsunlar. Siz də çox sağ olun ki, səsimi eşidib, mənim səsimə səs verdiniz. Gəlib bizim qapımızı açdınız. Çox sağ olun sizə. Sizə də minnətdarlığımı bildirirəm. Əziz xalqım, biz gəldik Həsən və Hüseyn Pala ilə tanış olduq, çəkdik, işıqlandırdıq və inanırıq ki, siz də onlara dəstək olacaqsınız. Öz əlinizdən gələn bütün köməklikləri onlardan əsirgəməyəcəksiniz. Yəqin ki, onların da gələcəyi ilə bağlı xəyalları var, arzuları var, istəkləri var. Mən böyüyəndə hərbiçi olmaq istəyirəm. Bəs sən, Hüseyn? Həsən, mən də polis olmaq istəyirəm. Gəlin bu balaca Həsən və Hüseyn balamıza dəstək olaq.